Bir neçə gün əvvəl Rusiyanın Yekaterinburg şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı amansızlıqla qətlə yetirilən Səfərov qardaşlarının cənazələri Azərbaycana gətirildi və ailələrinə təhvil verildi. Cənazələr iyunun 29-u saat 20:30 radələrində Heydər Əliyev adına beynəlxalq hava limanına çatdırılıb. Mərhumların qardaşı Seyfəddin Hüseynli jurnalistlərə açıqlamasında bildirdi ki, Rusiyanın təqdim etdiyi ekspertiziya rəyi ailəni qane etmir və cənazələrə Azərbaycanda yenidən tibbi ekspertiziya təyin olunub. Azərbaycan dövlətinin qətiyyəti və tədbiri sayəsində Rusiyada keçirilən o qurama, o heç bir obyektivliyə sığmayan, əvvəlcədən nə olacağı bəlli olan, verilən bəyanatlarla öz əksini tapmış, o qondarma ekspertiza rəyi inkar olunması üçün, haqq ədalətin, gerçəkliyin öz əksini tapmaq üçün burada təkrar Azərbaycanın yüksək peşəkar məhkəmə tibbi ekspertlərinin iştirakı ilə o cənazələr yenidən ekspertizadan keçiriləcək, müvafiq obyektiv rəy hazırlanacaq və mən heç şübhə eləmirəm, aldığım ilk informasiyalardan, təəssüratlardan bildiyim kimi işgəncə altında həyatını itirmiş qardaşlarımın, Azərbaycan övladlarının əslində hansı işgəncələrdən keçdiyi, onların bədənində qalan o izlərdən və verilən tutarlı, keçərli rəydən bir daha ortaya çıxacaq. Cənazələr birbaşa hava limanından ekspertiziya mərkəzinə aparılıb. Hazırda müvafiq qurumlar tərəfindən tibbi araşdırma aparılır. 27 iyunda Yekaterinburgda Rusiya Təhlükəsizlik orqanları tərəfindən qətlə yetirilən Səfərov qardaşlarının cənazəsi beynəlxalq hava limanından birbaşa ekspertizaya gətirildi. Qeyd edək ki, Səfərov qardaşları Rusiyada da ekspertiziyadan keçmişlər, lakin təkrar olaraq Azərbaycanda da tibbi ekspertiziyadan hal-hazırda keçirlər. Onu da nəzərinizə çatdırım ki, Səfərov qardaşlarıyla vida mərasimi sabah doğulub boya başa çatdıqları Ağcabədi rayonunda olacaq. Qeyd edək ki, iyunun 27-sində Yekaterinburgda Rus təhlükəsizlik qüvvələri Azərbaycanlıların yaşadığı ondan çox ünvanda əməliyyat keçirib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin üzvləri saxlanılıb. Bir neçə nəfərin işgəncəyə məruz qaldığı, bəzilərinin isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. Əməliyyatdan sonra saxlanılan azərbaycanlılar məhkəmə qarşısına çıxarılıb və bəzilərinə 2 ay həbs cəzası verilib. Fərid Yusifov, Rahib Səfərov, APA TV.